İdman kompleksi mənim həyatımda çox böyük rol oynayır. Mən artıq 7 ildir ki, burada parajüstü ilə məşğulam. 2022-ci ildə beynəlxalq yarışda olmuşam. Portuqaliyada, orada 2-ci yerə layiq görülmüşəm. Bir dəfə Fransada 2-ci yerə layiq görülmüşəm. Bir dəfə də Bəhreyndə 2-ci yerə götürmüşəm. Fiziki məhdudiyyətli olan idmançılar bizə qoşulsun, həvəsi olan və biz bu idman növündə onlara bir çox köməkliklər edə bilərik. Həm həyat tərzinə qayıtmağında, həm idmanda nailiyyətlər əldə etməyində. Və tövsiyəmiz odur ki, idman onların həyat tərzində dəyişikliklər yaradacaq. Əngəl məhdudiyyət deyil, onlar idmana özlərini tapa bilərlər və bir çox nailiyyətlər əldə edə bilərlər. İdmanın çətinlikləri belə desək say bitməz. Çünki zədələr, yarışlara hazırlıqlar, yorğunluqlar və s. İdman həm qürurdur, həm sağlamlıqdır. Özünü təsdiqdir. Yəni bizim cəmiyyətdə bəzən olur ki, əlin adamlar heç bir şey bacarmaz. Mən idman sayəsində özümü təsdiq edirəm ki, mən məsəl üçün bu idman növündə nəyisə bacarıram. Bu il inşallah 2028-də Los Ancelesdə keçirilən Paralimpiya oyunlarında iştirak etmək istəyirəm. İnşallah hədəfim ora doğrudur. Hazırlaşırıq, məşqlər də yaxşı gedir. Allahın izni ilə hər bir şey yaxşı olacaq.